Uca Allah buyurur ki, özünüz özünüzü öldürməyin. Allah sizə qarşı mərhəmətlidir. Döyüşlərin birində Peyğəmbər sallallahu aleyhi və səlləm Amr radiyallahu anhunu orduya başçı təyin edib döyüşə yolladı. Amr rəvayət edir ki, soyuq bir gecədə boynuma cənabət qüslu düşdü və qüsl etsəm, həlak olacağımdan qorxduğum üçün təyəmmüm edib yoldaşlarıma sübh namazını qıldırdım. Qayıtdıqdan sonra bu barədə Peyğəmbərimizə xəbər verdikdə o soruşdu: Ey Amr, cənabətli halda yoldaşlarda namaz mı qıldırmısan? Mən dedim: Ey Allahın elçisi, mən soyuq bir gecədə cünub oldum və qüsl etsəm, həlak olacağımdan qorxdum. Sonra uca Allahın özünüz özünüzü öldürməyin, Allah sizə qarşı rəhimlidir ayəsini xatırladım və təyəmmüm edib namaz qıldım. Peyğəmbər sallallahu aleyhi və səlləm gülümsədi və heç nə demədi.